Salam əziz izləyicilər, mən bugün sizə psixiatr və psixoloqun fərqləri, eyni zamanda psixoloqun peşə fəaliyyəti nədən ibarətdir və psixiatrın peşə fəaliyyəti nədən ibarətdir. Eyni zamanda daha çoxu haqqında məlumat verəcəm. Deməli, ilk olaraq başlayaq psixiatrdan. Psixiatr diaqnoz qoyur. Yəni sözlü şəkildə pasiyenti müalicə eləmir. Sadəcə dərmanlarla və müəyyən diaqnozlar qoymaqla müalicə üsulları tətbiq edir. Bəs psixiatrlar terapiyalar apara bilərlərmi? Bəli, terapiyalar apara bilərlər, amma ayrıca terapiya təhsili də onların olmalıdır bunun üçün. Terapiyalarla və eyni zamanda sözlü şəkildə müalicə üsulları ilə məşğul olur daha çox psixoloqlar. Onlar diaqnozu qoyurlar və yönəldirlər psixoloqun yanına. Daha ağır və psixoloji xəstəlik səviyyəsində olan problemlərlə məşğul olur psixiatrlar. Amma artıq yüngül və orta səviyyəli problemlərlə psixoloqlar məşğul olur. Dərman müalicəsi tələb eləməyən problemlərlə də, yəni belə deyək. İndi isə keçək psixoloqlara. Psixoloqlar həkim deyirlər. Çoxları ümumiyyətlə psixoloq yanına gələndə və yaxud uşaqlarını psixoloq yanına gətirəndə belə qəbul edirlər ki, psixoloqun yanına gedəcək və birinci, artıq ikinci seansda biz irəliləyiş görəcək. Yəni orada nəsə məsəl üçün pozitivliyə doğru bir şey baş verəcək. Amma xeyr, bu düzgün bir düşüncə deyil. Siz uzun müddətli şəkildə psixoloq yanına gəlməlisiniz ki, orada nəticə görəsiniz. Və bu ümumiyyətlə düşüncə də yanlışdır ki, diaqnozu psixoloq ilk gələn kimi qoymalıdır. Xeyr, bəzən diaqnozlar bir çox seansları ala bilər. Necə ki, biz bir insanı tanıyanda onu təkcə bir gündən tanıya bilmirik ki, aylarla, hətta illər lazım olur ki, o insanı tanımaq üçün. Eyni zamanda bu psixologiyaya, həmin o seansa və diaqnoza da aiddir. Psixoloq orada soruşa bilərsiniz ki, nə edir? Psixoloq orada dərman müalicəsi aparmır və yaxud da sizə konkret olaraq müəyyən müalicə üsulu demir ki, sən bunu eləyəcəksən, hə, tamam, sən düzələcəksən. Yəni bu deyil. Siz psixoloqun yanına mütəmadi olaraq getməlisiniz. Yəni səbirli olmalısınız. Özünüz də çox istəkli olmalısınız bunun üçün. Kim psixoloqun yanına istəkli şəkildə gedər ki? Yəni yaxşı psixoloq oyuncaqlarla, oyunla pasiyentlərin başına qarışdırmır. Sadəcə olaraq ona düzgün suallar verir və müəyyən tapşırıqlar verir ki, bu da heç də istəkli şəkildə pasiyent onun yanına getmək istəmir. Necə ki, biz həkimin yanına getməyə qorxuruq, yəni getmək istəmirik. Bu da o cür bir şeydir. Bizim özümüzdə o istək olmalıdır. Biz müalicə almaq istəyiriksə, biz həqiqətən də düzəlmək istəyiriksə, deməli, psixoloqun yanına getməliyik. Bunu sadəcə mənasını anlamaq lazımdır. Bəli, dərman müalicəsi ilə xəstəliklər düzələ bilir. Amma dərmanla birlikdə siz psixoloq müayinəsindən də keçməlisiniz. Yəni, psixoloji dəstək də almalısınız. Çünki burada psixoloji problemdən söhbət gedir. Psixoloqun işi nədən ibarətdir? Sizin keçmişdəki o travmalarınızın səbəblərini araşdırmaqdan ibarətdir. Yəni, hal-hazırda siz gəlibsiniz, müəyyən psixoloji probleminiz, müəyyən xəstəliyiniz var, psixoloji xəstəlikləriniz var. Sizə lazımdır ki, əsasən bunun səbəbi nədir? Müalicə eləmək üçün bunun səbəbini araşdırmaq lazımdır. Bu, həm ailə daxili ola bilər, həm valideynlərlə ola bilər. Bir çox səbəblərdən qaynaqlana bilər. Psixoloqdan məhz bu travmaları üzə çıxartmaq üçün həmin pasiyentə suallar verir və onu danışdırır. Kim deyirsə ki, psixoloq daha çox danışmalıdır, pasiyent az danışmalıdır, bu düzgün bir söhbət deyil. Psixoloq deyərdim ki, 30% psixoloq danışır, 70% pasiyent danışır. Çünki burada anamnez toplanmalıdır. Psixoloq qarşıdakı pasiyentin məlumatlarını əldə etməlidir. Travmalarının hardan qaynaqlandığını bilməlidir. Bunun üçün də xüsusi suallar verilməlidir. Yəni, pasiyent orada danışmalıdır. Psixoloqun da işi məhz keçmişdəki o travmaların səbəblərini aşkarlamaqdır. Bu travmalar ailədən gələ bilər, valideynlərdən gələ bilər, bullyingdən gələ bilər. Bunun müxtəlif səbəbləri ola bilər. Bu səbəbi araşdırmaq, bu səbəbi axtarmaq da məhz səbir tələb edir. Yəni, siz bir gün gəldim, 2 gün gəldim, hə, nəticə əldə eləmədim. Psixoloq sadəcə mənə suallar verdi, hə, fisiyo da bitdi, yəni. Bu deyil. Psixoloq sizə suallar verir ki, sizin probleminizi əldə etmək üçün. Buna görə də sizdə yenə əvvəlki kimi dediyim kimi səbir və
o motivasiya, istək olmalıdır. Bəs yalnız dərman müalicəsi olunsa, psixoloji dəstək olmasa, yəni psixoloq ora heç bir yardım göstərməsə nə baş verər? Bilirsiniz nə baş verər? Orada sadəcə o problem o anda həll olmuş olar. Amma o travmalar yerində qalıb, o əvvəlki keçmiş problemlər, xəstəliklər yerində qalıb və həll olunmamış qalıb. Siz sadəcə olaraq o andakı problemi həll etmirsiniz. Buna görə də o problemin yenidən geri qayıtması ehtimalı var. Hətta 30-40% yenidən geri qayıtma ehtimalı var. Məhz buna görə də psixoloq dəstəyi də lazımdır. Yəni dərman müalicəsindən əlavə. Çox pasiyentlər buna diqqət eləmir. Hə, mən dərman atdım, düzəldim. Amma bu deyil. O problemin kökünü əsas həll etmək lazımdır. Psixoloji problemin dərmansız müalicəsini necə eləmək olar? Dərmansız müalicə yolları yüngül və orta psixoloji problemlər üçün nəzərdə tutulub. Yəni ağır psixoloji problemlər üçün artıq dərmanla müalicədən istifadə olunur. Dərman və psixoloji dəstəkdən istifadə olunur. Dərmansız müalicə üçün ilk növbədə siz inanmalısınız ki, mən psixoloji dəstəklə bu xəstəliyi yenə biləcəm. Yəni bu xəstəlik deyil məndəki, sadəcə olaraq psixoloji problemdir və mənim özümdən asılıdır. Hər şey beyində başlayır və beyində bitir. Bunu özünüzdə təkrarlamalısınız. Evdə boş, bekar oturmamalısınız. Hobbiləriniz olmalıdır. Özünüzü daima aktiv saxlamalısınız. Bununla bağlı mən ayrıca videoda çəkə bilərəm. Yəni əsasən bunlardır. Mənim deyəcəklərim bu qədər. Müraciətlər üçün Ləsivar Yofran klinikasına və yaxud da mənim e-mail ünvanıma yaza bilərsiniz. Sağ olun, sevgi ilə qalın. Bəyənib abunə olmağı unutmayın.